Allah Teala əmr edir ki, evladları qoruyun. Necə qorumaq olar evladları? İmam Əli Allah ondan razı olsun deyir ki, allimuhum və əddibuhum. Evladları öyrədin və onları ədəbləndirin. Nə öyrədəcəksən ən birinci evlada? Allahın təkliyini, la ilahə illallahı, necə Muhammed sallallahu aleyhi və səlləm onun xidmətçisi olan uşaqlardan biri bilirsiniz. Əhl-i kitabdan olan bir xidmətçisi var idi. Muhammed sallallahu aleyhi və səlləmin və Muhammed sallallahu aleyhi və səlləm görür ki, o uşaq yoxdur. Soruşur ki, haradadır? Deyirlər ki, Allah Resulü can üstədi dünyasını dəyişmək üzərədir. Allah Resulü sallallahu aleyhi və səlləm gəlir və bu da bizə onu öyrədir ki, qardaşlar, hətta insan nə qədər azğın insan olsa da belə, onu dəvət eləməkdən bezmək lazım deyil. Necə Muhammed sallallahu aleyhi və səlləm öz əmisi Abu Talibi və həmçinin bu uşağı son anda belə dəvətə gedir. Gedir o uşağı dəvətə və onun xeyməsinə daxil olur və uşağa deyir ki, sən şəhadət edirsən ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, mən də Allahın Rasuluyam. O uşaq baxır atasına. Atasıdır ki, atı Əbəl Qasim, yəni Muhammed sallallahu aleyhi ve səlləmə itaət elə, nədir? Qulaq as. Və şəhadət gətirir. Və Allah Resulü sallallahu aleyhi və səlləm onun xeyməsindən çıxır bayra, deyir ki, Elhamdülillahilləzi ənqazəhu biyyə minən nar. Mənim səbəbimlə onu oddan xilas eləyən Allaha həmd olsun.